Değerli şagirdlər, gəlin ehtimala aid belə bir suala baxaq. Qutuda 5 qırmızı, 7 yaşıl və 8 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı və ya, baxın və ya, yaşıl rəngli olması ehtimalını tapın. Ümumiyyətlə neçədən kürəcik var? 5, üstəgəli 7, üstəgəl 8, bərabərdir 20. Bu, bütün halların sayı M qəbul eləyə 20-dir. İndi bizə deyir, qırmızı və ya yaşıl və ya sözü varsa toplam olacaq. Baxın, qırmızı olma ehtimalı 20-də neçə qırmızı var? 5. 20-də 5 olacaq. Üstəgəl və ya olduğuna görə toplanır. Yaşıl olma ehtimalı neçədəndir? Ümumi yenə qırmızıdır. Yaşıl olma da 7-dir. 20-də 7 bərabərdir. 20-də 12 olacaq. Bu da ixtisar getsə 4'ə, burada 3, məxrəcdə də 5 qalacaq. 3 bölünsün 5. Bu şəkildə də verə bilər və ya umumluq kəsr şəklində 0,6. Cavab 0,6 və ya 5'də 3 olacaq.